Salam, hər vaxtınız xeyir dostlar. Bugün sizə həm elmi araşdırmaların, həm də real həyat təcrübələrinin təsdiqlədiyi, dəfələrlə sınaqdan keçib təsdiqlədiyi bir asan metodu paylaşmaq istəyirəm. Bu metod yazmaqdır, amma normal yazmaq deyil. Biz bəzən olur ki, çox zehnimizdə həll etməli olduğumuz məsələlər olur. Çox şey düşünürük bir anda və yaxud da ki, belə deyim, bir anda çox şey düşünməyə məcbur olur. Bu, bəzən işimizlə bağlı olur, bəzən ailə ilə bağlı olur, bəzən münasibətlərlə bağlı olur, bəzən səhhətimizlə bağlı olur, bəzən maddiyyatla bağlı olur, fərqi yoxdur. Bəzən üzərində işlədiyimiz layihələrlə, proyektlərlə əlaqəli olur. Yəni, nələrsə bizi narahat edir. Bunlar, bu düşünürük dediyim, çox düşünürük dediyim məsələlər, o məsələlər ki, xüsusilə, spesifik olaraq o məsələlərdir ki, onlar bizi narahat edir, onlar bizi gərgin edir, onlar bizi stressə salır, onlar bizi əsəbləşdirir, onlar bizi bəzən qorxudur, onlar bizi bəzən narahat edir, qayğılandırır. Yəni, bizə fərqi yoxdur, hər hansısa bir negativ hissi və yaxud da ki, hissləri yaradan düşüncələri nəzərdə tuturam. Bir kitab yazırdım mən. Harvardda ilk gəldiyim semestrdə başlamışdım yazmağa o kitabı. Sonra o kitabı yazmadım, yarımçı saxladım, elə də bıraxdım. Ondan sonra başqa kitablar yazmağa başladım. Onun səbəbi başqadır, epizodda dəxli yoxdur, başqa epizodda onu danışarıq. Amma o kitabı yazarkən, mən araşdırma edərkən, akademik məqalələr daha çox oxuyurdum. Mən istəyirdim ki, sırf elmi araşdırmalar əsasında olan bir kitab olsun. Yəni, və yaxud da ki, daha doğrusu, mövzunun sırf elmi araşdırmalar əsasında əsaslandırmağa çalışır. Onu edərkən, Harvardda bir professorun etdiyi ağ ayı eksperimenti var. Onunla qarşılaşmışdım mən. O da budur ki, bir gün tələbələrinə deyir ki, oturun, istədiyiniz hər şey haqqında düşünün, amma ağ ayı haqqında düşünməyin. Və gedir, bir neçə dəqiqə sonra gəlir, deyir ki, kim edə bildi? Hər kəs deyir ki, yəni sanki biz ağ ayı düşünməməyə çalışarkən, daha çox ağ ayını düşünürük. Əslində, ağ aydan başqa heç bir şey düşünə bilmirik, qısacası. Bunu Tolstoya da aid edirlər ki, bəs Tolstoy ilk dəfə bunu edibdir qardaşına qarşı və yəni onda da əlbəttə ki, eyni nəticə olubdur. Bu nədir? Nəyə görə önəmlidir? Nəyə görə biz paylaşıram bunu və biz bunu nəyə görə bilməliyik? Ona görə önəmlidir ki, biz əgər özümüzə və ya başqa bir insana hansısa bir düşüncəni düşünmə deyiriksə, o insan onu daha çox düşünür. Və əslində biz kömək etməyə çalışarkən kiməsə və yaxud da ki, kimsə bizə bunu deyir. Çalışarkən əslində kömək edə bilmirik. Məsələni daha da mürəkkəbləşdiririk, daha da içindən çıxılmaz hala gətirmiş oluruq. Buna görə, bu səbəbdən indi, əgər hər hansısa bir şey, bir də bizi qorxu, xüsusilə də bəxt dedim, negativ hisslər dedim, onlardan bir də əlbəttə ki, qorxudur. Və biz qorxu ilə bağlı belə bir şey var ki, biz bizi qorxudan bir şeyi həll etmək istəyiriksə, onu həll etmənin ən kəskin, ən effektli, ən qısa yollarından biri qorxu ilə üzləşməkdir. Və qorxunu qəbul etməkdir ki, mən qorxuram. Birinci bunu qəbul etmək ki, mən qorxuram. Yəni, qorxmam deməklə qorxu ortadan qalxmır. Birinci qəbul etməkdir ki, mən qorxuram. İkincisi isə o qorxduğun şeyə bir ad verməkdir. O məşhur bir söz var ki, deyir ki, düzgün təyin olunmuş problem əslində 50% həll olunmuş bir problemdir. Yəni, problemin adını düzgün qoymaq çox önəmlidir. Biz də birinci addımda deyirik ki, mən qorxuram. İkinci addımda isə təyin edirik ki, nədən qorxuram? Yəni, niyə qorxuram? Bunu nə qədər dəqiq, düzgün təyin edəsək, biz əslində qorxduğumuz şeyi böyük hissəsini həll etmiş oluruq. Yəni ki, çox önəmli addım və yaxud da ki, addımlar atmış oluruq. O qorxudan qurtulmaq üçün və yaxud da ki, onun öhdəsindən gəlmək üçün. Üçüncü olaraq isə biz yazırıq. Bunu qorxu ilə bağlı da ola bilər. Streslə bağlı da ola bilər. Sizi streslə salan nələrsə varsa onunla bağlı ola bilər. Yəni ki, belə deyim qısacası, əgər özünüzü hansısa negativ bir hissin sizi özünüzü
ələ aldığını düşünürsünüzsə və yaxud da ki, hisslərin sizi işğal etdiyini, bir növ zehninizi düşünürsünüzsə, o gün onun üçün eləyə biləcəyiniz ilk şey birinci bunu qəbul etməkdir ki, bu nədir? Yəni misal üçün mən stressliyəm, mən gərginəm, mən qorxuram, mən narahatam, mən qayğılıyam, mən əsəbiyəm, mən ağlayacaq kimi hiss edirəm və s. və axır. Yəni hiss və ya hisslər nəsə, birinci onu qəbul edirik. İkincisi isə onun nədən və niyə olduğuna qərar veririk. Üçüncüsü isə deyirik ki, mən bunun öhdəsindən gəlmək üçün nə edə bilərəm? Burada indi maraqlı bir şey var ki, biz bu üç addımı, 3 mərhələni necə edirik? Sadəcə zehnimizdə yox. Əgər zehnimizdə eləsə, o qədər də effektli olmur. Yazırıq. Məhz yazmaq dediyim də budur. Əgər hər hansısa bir zaman sizi narahat eləyən, yuxunuzu qaçıran, əsəbləşdirən, gərgin edən hər hansısa bir şey varsa, oturub dərhal yazmağa başlayın. Yəni ilk başda da yəni çalışmayın ki, hər şeyi mükəmməl şəkildə izah edəsiniz. Nə də ki, yazarkən hərf səhvləridir, qrammatik qaydalardır və s. bunlara riayət etməyə çalışmayın. Çünki onları eləməyə çalışsanız əlavə bir problem yaratmış olacaqsınız. O da ki, lazımsız. Yəni sizə onu yazarkən nə qrammatika lazım deyil, nə də hərfləri düzgün yazmaq lazım deyil, nə cümlələri düzgün yazmaq lazım deyil, nöqtə, vergül, bunlar harda olduğu, olmadığı lazım deyil. Önemli olan odur ki, siz düşüncədə olan şeyi real həyata ortaya çıxara bilərsiniz. Yəni kağız üzərində sözlərlə onu ifadə edə bilərsiniz. Çünki biz onu etdikdə artıq beynimizi bir növ boşaltmış oluruq. Beynimiz artıq daha bir üst səviyyədə işləməyə başlayır. Bir söz var ki, əgər bir problemi onu yaratdığın düşüncə səviyyəsi ilə həll edə bilmərsən. Deyirlər Einstein'in sözüdür, amma bilməm, həqiqətən onun sözü yoxsa. Amma həqiqətən də sözdə məntiq var. Yəni stresli ikən stresi həll edə bilmərsən. Qorxulu ikən qorxunu həll edə bilmərsən. Bu bayaq dediyimə biraz bir növ zid səslənə bilər ki, bəs deyirsiniz ki, həm qorxduğunu qəbul elə, həm də deyirsən ki, qorxulu ikən qorxunu həll edə bilmərsən. Qorxduğunu qəbul eləmək əslində qorxu deyil, o cəsarətdir. Yəni, çünki nəyə görə? Sən onu deyirsən, sən onu qəbul edirsən, gizləmirsən. Özünü bir növ belə deyək də, iki üzlülük eləmirsən, belə deyək. Cəsarətli şəkildə deyirsən ki, qorxuram. Bu artıq qorxudur, cəsarətli. Yəni, onunla sən üzləşirsən. Bunu yazandan sonra da daha çox yazarkən, yazmağa başladıqdan sonra da, nə olduğunu yazdıqdan sonra, kağız üzərində tökdükdən sonra onları yazmağa davam edirsən ki, bu niyə olur, nəyə olur, səbəbi nədir? Bunu yazanda adətən elə olur ki, problemi necə həll edə biləcəyin avtomatik, yəni bir növ, sanki suyun altında bir şey vardı. Sənin həll yolun nədirsə, o suyun altındaydı və bir anda bir şey olur, o suyun üzünə çıxır. Yəni artıq sən onu görürsən, bilirsən, toxuna bilirsən, görə bilirsən, hiss edə bilirsən, eşidə bilirsən və s. və s. Əgər olmursa, o zaman problemi həll edəkdən sonra beyin onlardan bir növ azad olduqdan sonra, o emosiyalardan azad olduqdan sonra artıq beyin soyuqqanlı belə deyək tərəfi ilə düşünməyə başlayır. Soyuqqanlı tərəfi ilə düşünməyə başlayarkən də nə olur? Həll yolu tapmaq çox asan olur. Bəzən baxırsan ki, əslində qorxduğun şey o qədər də qorxulacaq bir böyük problem deyilmiş. Səni əsəbləşdirən o qədər də əsəbə səbəb olacaq bir şey deyilmiş. Və yaxud da ki, onun səbəbini öyrənirsən və qərar verirsən ki, mən nəyisə etməliyəm və yaxud da ki, nəyisə etməməliyəm. Bununla da bu məsələ həll olmuş olacaqdır. Yəni ki, hər şey çox aydınlaşır və növbəti olaraq da hər şey çox sadələşir. İndi növbəti dəfə nə vaxt ki, özünüzü hiss etmək istəmədiyiniz hisslərin zehninizi işğal etdiyini, qəlbinizi, ruhunuzu işğal etdiyini hiss etdiyinizdə oturun bir yerdə, bir kağız alın, bir qələm alın, başlayın yazmağa. Mən bunu bəzən telefonda belə edirəm. Yəni, telefonda not app'im var. O application'da onu yazmağa başlayın. Əlbəttə ki, ən rahat, ən yaxşısı bir kağız, bir qələm və yaxud da ki, laptopda yazmaqdır. Yəni ki, mümkün mərtəbə rahat olasan ki, sürətli yaza biləsən. Yazın, təsirini görün. Yəni ki, beyin məşhur məhsuldarlıq sonra vaxtın idarə edilməsi üzrə təxsis olan məşhur David Allen'ın bir sözü var. Deyir ki, beynimiz fikirləri bir növ sözü tam onun dediyi kimi deyə bilməyəcəm tərcümə məsələsinə görə, amma qısacası belədir ki, mən özümü münkiləşdirib deyim. Yəni, beynimiz ambar deyil.
beynimiz bir növ innovasiya mərkəzidir. Və bizim də beynimizi ambar kimi yox, innovasiya mərkəzi kimi işlətməyimiz üçün etməli olduğumuz şey yazmaqdır. Beynimizdəkiləri kağıza yazmaqdır və yaxud da laptopa yazmaq, telefona yazmaq. Bu yazdıqda beyin artıq o emosiyalardan, o hisslərdən, bütün o negativ hisslərdən azad olmuş olur. Və bir də bilirsiniz ki, beynin bizim negativ hissləri hiss edərkən aktiv olan beynimizin hissəsi bizim yaradıcı, kreativ, planlaşdırma üçün lazım aktiv olan beyin hissəsindən fərqlidir. Yəni biz onları yazdıqda o negativ hisslərə görə aktiv olan beyin hissəsi artıq işləməyə ehtiyac olmur, yəni dayanır. Bu zaman beynin belə deyək də imkanı qalır ki, gücü qalır ki, o problem həll edən tərəfi frontal lob deyirlər buna adətən. Frontal lob işləyə bilsin, işə düşsün. O da işə düşdükdən sonra problemləri həll etmək bizim üçün əvvəlki nisbətən çox asan olur. Belə, növbəti epizodda görüşənə qədər bəyənin, paylaşın, fikirlərinizi bildirin, tənqidlərinizi bildirin. Yəni heç bir şeyi necə deyim, əsirgəməyin hələlik.